Belə ki, işğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Bu mərhələdə Ağdam şəhərinə 120 ailəyə, yəni 419 nəfər köçürülüb. Növbəti dövrlərdə hansı ərazilərə köç planlaşdırılır? Ətraflı məlumatı isə əməkdaşımız Zeynəb Nadirova müsahibi ilə birlikdə çatdıracaq. Zeynəb, xoş gördük bir daha səni. İstəyirəm ki, köç prosesi ilə bağlı detalları səndən eşidək. Nurani, hər vaxtın xeyir olsun. Bəli, biz qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindəyik və bu deməkdir ki, növbəti köç prosesi baş tutub və yeni məlumat da var. İnformasiyanı da tək çatdırmayacağım. Sədr müavini yanımdadır və Fuad Hüseynovla birgə informasiyaları izləyicilərin diqqətinə çatdıracağıq. Bugün Ağdama köç oldu. Böyük qayıdış çərçivəsində Prezident İlham Əliyevin sərəncamına əsasən və detallar təbii ki, Fuad bəydədir. Mən istəyirəm elə xoş xəbəri Fuad bəy versin və digər informasiya da var xoş xəbər istiqamətində. Fuad bəy, eşidək sizi. Bu gün həqiqətən olduqca şanlı tarix yaşamaqdayıq və bu şanlı tarixi bizə bəxş etdikləri üçün biz ilk növbədə müqəddəs ruhları qarşısında baş əydiyimiz və Allahdan daim rəhmət dilədiyimiz şəhidlərimizə bugün də Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri olan Qaradağlı faciəsindən 34-cü il dönümüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allahdan sağlıq və şəfa dilədiyimiz qazilərimizə və əlbəttə ki, istər tarixi zəfərimizin, istərsə də böyük qayıdışımızın əsas memarı və müəllifi olan Müzəffər Ali Baş Komandanımıza borcluyuq. Qeyd etdiyiniz kimi bugün Ağdam şəhərinə artıq növbəti mərhələdə köç karvanları yola salınıb 120 ailə, 419 nəfər olmaqla Ağdama artıq bu ikinci köçdür. Bildiyiniz kimi ötən ilin dekabrın 24-də möhtərəm cənab prezidentimiz və ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə Ağdam şəhərində ikinci yaşayış kompleksinin açılışı oldu. Ora köçən, qayıdan sakinlərlə görüş keçirildi və ümumilikdə ikinci yaşayış kompleksi 1268 mənzildən ibarətdir və növbəti aylarda təbii ki, bu köç karvanları davam etdiriləcək. Bugünədək Böyük Qayıdışa dair birinci dövlət proqramı çərçivəsində 8 şəhər, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xankəndi və Ağdam şəhərləri olmaqla 3 qəsəbə, Xocavəndin Hadrut və Qırmızı Bazar və Xankəndinin Kərkicahan və 26 kənd olmaqla ümumilikdə 37 yaşayış məntəqəsinə axır böyük qayıdış salnaməsi başlanılıb və bugünədək həm keçmiş məcburi köçkün soydaşlarımız, həm də ki, müxtəlif bərpa quruculuq layihələrində fəaliyyət göstərən soydaşlarımızı, həmçinin dövlət qurumlarının yenicən təsis edilmiş bölmələrində çalışan soydaşlarımızla birlikdə Qarabağda və Şərqi Zəngəzurda məskunlaşan əhalinin sayı 75 mindən çoxdur və növbəti aylarda, növbəti illərdə təbii ki, bu proses daha da geniş vüsət alacaq və arzumuz ondan ibarətdir ki, tezliklə hər bir keçmiş məcburi köçkün soydaşımız böyük qayıdışın sevincini və qürurunu yaşasın. Təşəkkür edirəm məlumatlar üçün. Bu xoş xəbər izləyicilərlə bölüşdük və bəli, Ağdama artıq növbəti köç prosesi, ikinci köç prosesi baş tutdu və bundan sonra da mərhələli şəkildə həyata keçiriləcək. Fuad bəyin də vurğuladığı kimi 75 mindən çox əhali artıq orada yerləşib. Qeyd eləyək ki, köç prosesi əsasən daha çətin vəziyyətdə olanlar ki var, onlarla başlayır. Sanatoriyalarda, yataqxanalarda və digər ərazilərdə olan şəxslər köçürülür və daha sonra mərhələli şəkildə davam edir. Ona görə də izləyicilər bunu diqqətlərində saxlasınlar. Təbii ki, öz yurd yuvalarına qoşmaq istəyənlər mütləq şəkildə elə böyük qayıdış çərçivəsində işğaldan azad olunan torpaqlarda öz işıqlarını yandıracaqlar. Nurani, hələlik bu qədər. Söz yenidən xəbər mərkəzimizdə. Təşəkkürlər Zeynəb, sənə və müsahibinə təşəkkür edirik. Geniş şəkildə informasiyanı təqdim etdiyiniz üçün.